mağazindən ət alanda. Dədələrinin qiyməti, od bahası. Od bahası, od yanır, qiymətlər yanır. 360 neçə manat ətrə verdim, problarını götürdüm, özüm vuracam. Hərəsindən bir dənə Dilan Çipay prob atmışdı içinə. Sizcə bana balina gelirmi? Mən başa çıxmır, bu telefon sönlü yığır. Amma taxılı yığmır. Niyə? Səbəbi ziyarət. Zənglər deyəndə eləyin də, zənglər açıqdır da. Alıram bəyəməlifsin. Deyən görə elə bu yığacaq, anıdır, yenə xarab oldu. Xarab olsa sönlü niyə yığır? Aha. Döy yığdı. Bu mənim nəfəsimə ihtiyacı var imiş. Mənim nəfəsimlə yaşayır. Burada deyirlər, mən səninlə nəfəs alıram. Gördünüz, adaptır mənlə nəfəs alır. Nəfəsimi verən kimi ayıldı. Gördünüz? Yıxdı. Tüpürcə eləmədimi? Hox elədim. Zəng eləyək, eləyin dana. Gülə-gülə bir də deyirəm nömrəni. Nal 77 318 30 99. Bu o dəqiqə yıxdılar. Bilmə ağzım gülürmüş gibi mən. Hə, bir yaxçı qızdı. Hə, xanım, buyur, ərindən danış biraz bizə. Yerine danışım, Ləman xanım. Yadda saxladınız deyəsən məni. Hə, danış aşkım. Buyur, nə danışım? Siz sual verin, mən cavab verim. Ərindən danış. Necədir xasiyyəti? O xatan bir cür evli olmaq necə bir istəyir? Çox yaxşıdır xasiyyəti. Romantikdir mi? Əsas romantikdir mi? Bəli. Biz istədik olmuşuq 5-6 il. Ondan sonra subay vaxtından elə romantik idi. Yəni çox diqqətçil idi də. Ailə də qurdu, nişanı da oldu. Bu davam elədi. Hələ indiyə qədər də belədir. Həqiqətən deyirəm, tam səmimi deyirəm. Yəni 3 uşağım var. Da xəstədir. Soyuqdur, öskürürlər. Yəni hər şey çox yaxşıdır. Sevgisi də necə var elədi? Yoxsa evlənəndən sonra sevgisi ölür? Yox, sevgisi yox. Yaxşıdır. Necə subay vaxtı biz istədiydik, indi də elədir. Qısqancdır. Nə məndə azalmayıb, nə onda. Bəli, mən də çox qısqancam, dəhşət, yəni. Şiir bürcünün xanımları bilər ki, yəni şiir bürcün qadınlar çox qısqanc olur. Şamil, dur buradan bəs bəyrə. Sabitləyəcəm indi sənin bütün hər bir şeyini burada. Əsəbləşməyim. Ləman xanım. Üstəki xasiyyəti çox yaxşıdır, uşaqları çox istəyir, ailə canlıdır. Sözümlə tıxmır, mən onu hörmət edirəm, o mənə hörmət edir. Yəni, belə yaşayır, şükür Allah. Necə dolanırsınız? Şükür, yaxşıdır. Normal, yaxşıdır. Qaynanalı, qaynatalı evdəyim. Hamımız bir yerdə, şükür Allah, təhər edirik. Yaxşıdır. Bəli. Neçə il evlisiniz? 8 ildir artıq. Ondan qabaq 5-6 il istədiyi oldu. Haradasa 2011-ci ildən bərabərik bugünkü günə qədər. Bəli. Yaxşıdır. Deyirlər evlilik sevgini öldürür. Əsl sevgini yox məncə, həqiqətən də yox. Əsl sevgini yox. Əsl sevgini öldürmür. Daha da yəni sevgi qatır. Yəni sevirsən, bizim qovuşmağımız da yəni asan olmuyor da. Ona görə niyə? Bir dənə bir söz soruşum. Sevgili vaxtı çox dalaşırdınız? Çox da
qısqancaydım da, yəni dalaşmırdı, qısqanmaqdan. Yox, dalaşırdınız, dalaşmırdı. Dalaş olurdu. Hə, mən çox qısqanırdım, qoymurdum toya getməyə. O məni qoymurdu, yolumu kəsirdi. Dəhşət də, yəni dəhşət. Nəsə belə çox. Əri hanı bəs bu vaxtı? Bəs sənin evindəki baş papaqlığın hanı bu vaxtı burada atdırırsan? Bunu zəng eləməyə əri xətrivə dəydirsə, sənki hanı? Əri hanı bəs bu vaxtı? Əri olan bura zəng eləyə bilməz. Əri telefonun üstündə oturur. Yatıb. İşdən gəlib. Belə danışır, bu klubda zaddadır. Əri hanı bəs bu vaxtı? Sənin yanındadır. Bir danışığına bax. Allah xoşbəxt etsin can. Çox sağ ol. Hər kəsə, yəni bu belə bir ailə qismət eləsə uzun müddətdə olsun. Amin, amin. Qızlar Hər görürsünüz. kəsə, sizə də, övladınıza da, bütün subay qızlara. Amin. Çox xoşbəxt olsun hər kəs. Valla qadına layiqdir, həqiqətən də xoşbəxtiyəm. Öpürəm can. Mən də sizə öpürəm. Çox sağ olun. Var olun. Sağ olun. Güzelimdi. Sonra zəng eləmirsiniz tay. Zəng eləyim. Biri mənə WhatsApp-a yazıb ki, ərim məndən yatmır, gecələr gedir divanda yatır. Bax əzizim, arvadından ayrı yatan bəzi kişilər gecə telefonla məşğul olan kişilərdir. Bax, şərt o deyir, nəsə güngan nəsə ola. Normal uzanıb uyuya da bilirsiniz. Demek ki bu insan telefonla konuşuyor veyahut da yazışıyor. O yüzden ayrı uyuyor. Çünkü onun ayrı bir dünyası var bacım. Anlıyorsun beni. Yani bazı insanlar böyle canım. Bana yazdın, ben de sana cevabımı verdim. En yaxşısı ayrı yatmaqdır. Ne ayrı yatmaqdır, cüt yatmaqdır. Yani bana yazdı, ben de cevabını verdim. Benim düşünceme göre öyle. Türkiye'den koştum, başım ağrıdı. Mənfi aura geldi ondan mənə. Xanım yazıb, mən səni TikTok'dan izləyirəm. Xanım, mən elə biləm şeydən izləyirsən məni. Gizemli, sağ ol canım. Bunlar bana balina atmıyorlar. Sence bana balina gelir mi? Sence? Sence, ay kızlar dedim axı pilingi kəfti olacaq. Pilingi istəyirəm, pilingi istəyirəm. Başqa nə istəyirsən alım göndərim. Adam kimi söz danışdım da. Yoldaşım 8 gündür zəng vurmur. Boşanıb bir xəbərin yoxdur. Arada məhkəməyə zada başvur gör, adın zadın yoxdur da bacı. Çox vaxt indi kişilər sürpriz edir. Bir aydan sonra kağız gəlir və ki səni boşayıb. Aşkım arada maraqlan həyatım. Gir bir şeyə zada. Kızlar canlını paylaşın. Sizce bana balina gelir mi? Bir tane balina atan yok diyor. Kız kurumuşam ya. Bu ne demek? Kim çaldı öyle? Biraz ağzımızın danışığın birində çatdakılar. Qoyacam cırıq-cırıq olacaqsa. Bu nə düşü-düşü danışıqlardır bəzilər bizdə. Dörddə olacaq. Mən barışdıracağım. Sabah gedirik Bərdiyə. Kebab yeməyə.
Hinduşka kebabı. Zəhləm gedir bu qadına düşür kimi baxan kişilərdən. Çırıq-çırıq eləyərəm bunları. Tam böyle deyir, yəqinə ərinə zad eləmir, əri də bununla zad eləmir. Ki, sən kişi başı var. Yine kişiləri üstündən maşınla keçərəm də. Traktorla yapıram o. Impossible. Bu kimdir? Bir dənə də qız gülünü alıb əlinə mənə bayaqdan istəyə atır. Bildik dana sənə gül veriblər. Nə qayraq? Dipçəydi suluyaq. Qız bir qıtırıyıb bir yaqdan məni. Dirətdim da. Sinirimiz zoplatdı. Evet. Kimdir? Ay bacı. Ne oldu kızlar, zengin niye eləmirsiniz? Arada qabıyor. Ay kızlar, qurban olum sizə. Başınıza dönərəm. Mən keyfim olandan olana iş görürəm. Bax səhər bax. Bunu görsən, atıram ora bax. Onu mən 3 gündən sonra əyilib götürəcəm. Sözüm var. Yo, sözüm var mənə. Hə? Sözüm var mənə. Sözüm var mənə. Sözüm var, mən bu həyatı belə yaşayıram. Sənə nə var? Sənə nə var? Mən onu 3 gündən sonra əyilib götürəcəm. Başqa? Gerizekalı. Yo. Bunlar mənə əmr eləyəcək, mən işim. Sizdən cəza alacağım. Allah Allah ya. Qəribə insanlar var ya. Makaron elə bir yapışır. Eşref orada değil ki, görməsin. Necə bu makaron da pişirə bilmir. Bəh, nə gözəl çıxıb makaron. Kızlar, makaron çok tatlı da. Aman olsun, ben asla çıkaracağım. Başını Allah'ım uşaq elə yaşa yemə. Bir iki dəfə yalanla canlıda dolmaz ot pişirdim, salat çap düzəltdim. Nə xayr bey? Elə bilir ki, pişirə bilirəm. Əşi, internetdə pişirəm mən. Allah uşam elə bilir, bacaram. Ay demir, əlimdən zalıma bir işləmir. Sipariş verərəm. O gələndə qoyaram topqaya. Sipariş verərəm. O gələndə qoyaram topqaya. Çox hostendir eləyir də. Səni atıram bloka. Niye ki? Düşüşmür. Hicran ayırdı bizi tanı. Oku düşme yadı.
Kim zəng eləmək istəyirsən gəlsin. 077 318 3099. Getdim avtobusdayım. Çatıram Bərdiyə Fatimənin yanına çatıram. Kızlar, sizcə bana balina gelir mi? İstemeyin. Sinci. Aylin nənəsi gildə. Pinti sən. Aşkım, sənə bir dənə sual verə bilərəm. Prosta не могу. Mənə bir dənə qadın göstər ki, əlində xlor, bir əlində qabuyan, başında maçalqa, əri onu mükafatlandırıb. Mənə bir dənə qadın göstər. 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 Dibi yanıb. İnanın Allaha. Ola bilər arvad kimi siz saxlayarlar, hörmət eləyərlər. Amma çöldə levlar olacaq. Ay qız. Bəsdir də. Bəsdir. Siz niyə özünüzü qul kimi görürsünüz qızlar? Məhkumsuz bəyəm hər gün iş görməyə? Niyə özünüzə belə baxırsınız siz? Əsəbləşirəm. Mən svobodlu adamam. İstəyərəm 3 gündən sonra yuvaram qabları. Mən məcburam hər gün qab yumağa. Özüm yaşayışım belədir. Elə bil ki, işsiz adam. Öz evimdə özümə maaş verirəm. Ay bax, ürəyimlə baxsın, onda da yığışdırıram. Bu nə həyat tərzidir? Bezdimi? Mən beləyəm. Özə mən gecə yığışdırıram evi, 3-də, 4-də, 5-də. Səhərə yaxın. Allah haqqı. Təmizliyi özünə görə təmizləməlisən. Nə olsun ki, özünə görə təmizləyir? Sən qonşu, hamı qonşu, bəziləri qonşuya görə təmizləyir. Təmizliyi özünə görə təmizləmək başqa şeydir. Deyirəm ki, yəni hamı kimi gərək standart elə eyni şeylər eləyəsiniz. Çoxumuz burada ərviz gedir, gecə durub iş görürsünüz. Uşağınızın pampersini ərviz gedəndən gedənə dəyişirsiniz, bir də gələndən gələnə. Hamı təmizkar oldular. Ərvizin ağzının tərini yiyib 5 metrdən vurur. Mən görəm də avtobusda zatdı kişilərin vidin fasonun. 40 ilin arvadlardır, ərlərini elə saxlayır, pasisyaqdır. Durunaz, vızqırdınaz, mənə çazandamız təmizkar oldunuz. Dur, bas bayra, mən təmizkaram, sadəcə tör töküntülüyəm. Tör töküntülüyüm də onu ora atıram, bunu bura, sonra da özüm yığışdırıram. Özüm yani. Sen de Leman Kayıt sözlü yaz da WhatsApp'a bak, WhatsApp'a yaz görüm ne dersen. Düzelir yavaş yavaş. Yellow. Ay xanım, 2 uşaq anasısan, profildə də uşaq şəkən. Nəyəmə vız basırsan, səysən. Normal zəng vurmursuz, bağlayıram zəngləri. İki dənə qab görən kimi pinti. Nə oldu baz? Böylələrin evinə girəndə stolsu sarı əskinin adama gəlir. Alo. Алло, здравствуйте, Лена Хаман. Здравствуйте. Mən Azərbaycan dilində çox yaxşı bilmirəm. Hiss olunur.
Мы сейчас смотрим сейчас на ваш эфир. Nə? Сейчас моя сестра и mən bacım sizin efirə baxır. Hə. Хотели сказать, что тебе çok istiyorum. Hə, spasiba. До свидания. Ondan sağ olacağım. Yalan sözə hər birinə həsrət qalsın, heç üzvə kişi zamok açılmasın, sən Azərbaycanca bilmişsənsə. O vaxtı bunu bir dəfə danışmışam, bir də danışacağım. Bu rusca danışdı, zorladı rusca, ona görə deyirəm. Deməli bizim bir dənə qonşumuz var idi, oğlan. O vaxtdan mənim olardı 17-18 yaşım. Onun oğlan olardı 24-25 yaşı. Soğan yemə yox, uy qurtlarımı öldürsün. Bacı, sinif yoldaşım gildən gəlirəm. Öyle bir sinif yoldaşım gil bizdən bir astalıqda qabaqda qalırdılar. Hava qaralıb, yol gəlirəm, başımda kapşonka, ayağımda sapaşki, yol gəlirəm, qarda ayağa dizə qədər. Bir də gördüm arxadan bir də oğlan gəlib bilib. Pardon, siz acaba saat kaç? Qonşum deyə, bütün günü salamsaq elədiyim, ha elədiyim oğlandı. Gələm, gedək, gəzək. Gəl. Gəl. Mən belə dedim, canlı yayınız ekranda görüntüleniyor. Bildik dana TikTok. Qızlar. Türkçə mənə. Qaşılqını çıxartdım, dedim hə. Sesini kiç-kiç danışırsan. Nə hə dedi, nə yox. Qızlar, o oğlan mənə ondan sonra salam vermədi ki, utandığından. Özüm əhli uşağımdır, mən yolda görüb kapşonkada tanımıb, qardı, hava qarada tanımadı arxada. Türkçə, bu oğlanlarda nə xasiyyətdir Azərbaycanlı olan qızlar Türkçə patxod eləmək? Alo. Alo, salam Ləman, necəsən? Salam. Sən çox sevirəm Ləman. Almaniyadan səni çox izləyirəm. Hər gün sana baxıram. Hər zaman sana balet eləyirəm. Sağ ol canım. Allah'ın olsun. İnan ki jetonlarım olsa sənə sonsuz jetonlarım sonsuz sənə Can, atarım. gözəlim də. Allah'a and olsun. Köhnə metro kartlarından qalmıyor, atlayıb yox. Can sənə qurban. Valla sənin kimi qız Azərbaycanda tək-tükdür da, yəni belə deyim. Allah'a and olsun. Çox sağ. Almanya'dan səni durmadan səni izləyirəm. Axşama ki hər gün sənə baxıram. Yuxudan durdum sənə baxıram. Soğan iyi vura-vura gəzək. Əsl sevgi odur. Ağzımdan soğan sarımsaq iyi gəlsə də sən məndən gəzməlisən. Mən qriyyətli qızam. Soğan yeyib gəlirəm ki, əlim əlimə dəyməsin. Ona görə. İnan ki sənin paxıllığı o qədər çəkirlər. Allah'a and olsun. Allah'a and olsun. Sənin kimi gözəl, natural qız bu dəqiqə Bakıda dənə dündür da. Yəni natural özüdür. Allah haqqı. Allah haqqı. Heç yoxdur. Sənin kimi gözəl belə qız, belə makyajsız çıxan qız, inan ki heç yoxdur. Cəsarət istəyir də belə. Allah'a and olsun. Yəni sən birbaşa ürəksən də valla. Canım da. Çox sağ ol, Sən gözlərim. öpürəm, ürəyim. Çox sağ ol. Allah sən canını sağ eləsin, balağı da saxlasın. Sağ ol, aşkım. Sağ ol. Sarımsaq da yesən Allah. Vallahi yeyərəm. Niyə yemirəm ki? İndi tutaq ki biz evləndik, ər-arvad olduq. Mən soğan yeyəndə evə gəlməyəsən. Mən indi sarımsaq yedim, sən mənə salam verməyəsən evin içində. Alo. 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 Setler karıştı. Əsl eşq sarımsaqla başlayır. Uyda gör necə güclü sevirəmsə, yeməyi tuzlu eləmişəm, Quran haqqı.
Uydu qır duzdur. Yeməkdən əsər yoxdur. Yemək ancaq duzdan ibarətdir. Ağzını qoyulur. Soğan çox acı çıxdı ye. Amma mən bunu ne deyirəm ki? Məcburam. Ağzımın suyu qaldı. Deyəm görüm. Kızlar sen değilsiz de değil. Şeyim kalmıyor. Pendirim. Kız ben kalmışlık ondan burada şeyden. Ne tutardı? Burada. Sabit olmayan bağlantı. Temiz ki sen Allah. Dur da. Temizkarlar geldi. Sıda başkaşmay. Göreceğim ben onları kafaya takan adamam. Kızımı da kıskanırlar. Kızımın videoları partlayır axı. Qriyyat ağacları geldi. Bu uşaq mahnısıdır. Uşaq təhsil almalıdır. Öz uşaqları alimdə axı. 13-14 yaşlarından sigaret alırlar, tində dururlar. Ya da elələri gəlib mənim uşağıma tərbiyə öyrədir. Durun bızqırdınız buradan. Alo. Alo, salam Yaman, necəsən? Salam. Deməli, mənim sevgilim var. Sevgilim məndən əvvəllər daha çox maraqlanırdı. Daha çox zəng eləyirdi, daha çox axtarırdı. Son zamanlarda hiss eləyirəm ki, düzdür, məşğulluq işləyirdi, axşam gec çıxır eləyir. Amma əvvəlkilə nisbətən daha az zəng eləməyə başlayıb. Neçədə çıxır ki axşamlar? Biz Almanya'da işte orada da sistem pisdir də. Gün ərzində 2 dəfə icazə verirlər yeməyə. Saat 5-də işi başlayır, axşamda 7-də çıxır. Evə gedir, bir dəfə danışır məndən, sonra deyir yatım yorğunam. Sonra durandan sonra danışır, sonra təzdən yatır. Ayı ilidir. Necə? Ayı ilidir. Mən də deyirəm, ayı kimi bir şeydir. Nə bir cüda? Balıq. Sən də lütsən. Mən də balıq. Ona görə tutmur da sizdə. Çünki qoçun başı bir qazanda qaynamıyor. Həqiqətən elədi, amma ki, yəni əvvəl belə değildi də. İndi daha çox şey olub. Belə daha az yığır. Bax, nə qədər az vaxt ayırır, o qədər də az sevir. İndi bəs mən neynəsəm? Ayrıl. Ayrılım. Amma başqa hər şey yerindədir. Axı 2 həftədən bir mənə gül göndərir, ürəyim bir şey istəsin alır göndərir. Nə bilim, yəni hər şey yaxşıdır. Prosta daha az belə bir vaxt ayırmağa başlayıb. Və nə istəyirsən? Daha çox zəng eləsin, maraqlansın, axtarsın. Cüzdür bu. Onda belə elə. Aha. Dalaş. Aha. Sifət elə. Tez barışma. Özü şey deyəcək, səhvin başa düşəcək. Elə deyirsən. Aşkım, yəqin pul problemi var. Kişilərin pul problemi olanda depressiyada olurlar. Eləyim də onda biraz soyuq davranım. Yəqin depressiyondadır. Görüm də biraz soyuq davranım. Vallahi depressiyondadır. Çıxanda özü düzələcək, narahat olma, başım bırax. Neçə vaxt danışırsınız? 2 il olacaq. Depressiyondadır o. Deyirəm, bəlkə 2 il oldu, bəlkə soyuyur. Ay qızı hara soyuyur, elə qaz təzə qaynayırsınız, siz hara soyuyur. Sən də soyutma da, nə olur? Yox, soyutmuram, prosta nə bilim, belə Ay istədiyin eləmə də. Yox, eləyən biri deyiləm onsuz. Çox süründürmüşəm arxamca, hələ də süründürürəm. Prosta Oğlan arxasında sürünən qızı, nəsə mənə çatmır da qızın arxasında sürünən oğlanlar. Sən görüm. Amma onda daha dəyərli olursan axı. Nə bilim bacı. Sən neçə yaşın var? 20.
Değerli olursa olsun bu süründür də ayrıl, özü barışar. Mən də elə istəyirəm. Eləyim ki, öz özünə gəlsin, ayılsın. Əsl sevən əkizlər olur. Dəhşət sevir əkizlər. Əkizlər, əkizlər həqiqətən çox sadiq olur özünə. Az yox, şətini sevmə. Həqiqətən elədir. Yoxdur, heç nə. Ayrıl. Bəhanən də var, denə mənə vaxt ayırmırsan. Onsuz da görəm zəng verəmsə ayrılmış kimi bir şey. Gör nə reaksiya verəcək. Yaxşı. Desə yaxşı, onda başını bırax. Yaxşı. Davay. Sağ ol. Oğlan bundan ayrılıb. Bezib də. Adam 2 ildir nə qədər danışır. Ay bacı, yəqin başını dinləndirmək istiyor. Ya da depresyondadır. Problemi var, buna demir. Bu da qoyundu. Biz qızlarda var o xəsiyyət. Oğlanların problemi olanda qızlar girirlər depressiyaya. Özləri düzəlib, özləri də çıxırlar. Pulları oldu, şık oynasınlar, desinlər, gülsünlər, dünya veclərinə deyil. Ona görə də başını bıraxın. Boş verin. Özləri düzəlib, özləri də söyləyəcək. Bekarsın sən. Soyuyan 2 ilə soyuyar da. Nə tər süründürürsə oğlan soyumağından qorxur. Birdən məndən soyuyar. Heç sən sürünzənə oxşamırsan, sürünzənə oxşursan ay bacı. Oğlan başına atıb yatıb. Nə tər sürünürsə. Bilirsiniz yaxşısı nədir? Gecə yatır, bəhanə yox. Yatırsan, yorğunsan, lap yaxşı. Mən pis sevgili deyiləm. İş adamısan. Görüntünü açıq qoyursan, səsi də alırsan, git gəbər yat. Ürəyin nə qədər istəyir, tosulla fosulla. Şu. Bu kadar. Kolay ve basit. İndi onsuz da hamıda Wi-Fi var, pul yazır, şutçuk yazır. Yatıram. Yatıram. Yatırsan yat. Aç görüntünü, səsi de al, yat. Hüseyin, her şeyin çaresi var canım. Gör ondan sonra yatacaq. Alo. Bili danışırız. Alo. Necəsən? Sağ olun, çok sağ olun. Şokdayam ki, zəngimi açdım. Kıyıcı ki. Rusiyada yaşayıram, özüm də sizi çox sevirəm. Can, gözlərimdə. Çox sağ olun. Sağ olun. Sizə sual vermək istəyirdim. Mənə, ver. Yoldaşımla öldürdü ailemi. Bütün tamam bey. Her şey yaxşıdır, prosto biraz problemlərimiz var. Nəsə məndən çox soyuqdur. Nətər? Nə deyirəm acığına gəlir, nə deyirəm ters cavab verir belə. Neçə vaxtdır belədə? Bir ildir. Bir ildir belədir. Xanımın sizdən boşanıb xəbəriniz yoxdur. Yox, necə? Yəni xəyanət olsun görməmişəm də. Prosto ki, necə deyim? Boşanmaq üçün xəyanət eləməlisən ki. Aslında Rusiyada qalırsan, bir dəqiqə Natasha'dan, Jenyadan götürüb əlini soxub qəfəsə, sıçan zadın ağzına cad edib qoyub ora. Bir il nə day bacım? Nə bilim, O boyda Rusiya şəhərində bir dənə molla tapanmırsanız, biraz diribaş oldan ha. o çarədir. O seysən, orada olan molla harda var daş başına? Oradakılar bizim kişiləri alıb elə, bu orada yaşaya-yaşaya özlərinin əlində saxlayamır. Allah! Oradan bir dənə tapdana molladan zatdan ərini bağla qıçına. Sən hiss eləmirsən ki, bir ildə sənin ərində nəsə problem var? Nə bilim, ay bacım. Bunun vecini deyirəm, nə vecim olacaq? Buradan cəmat basa-basa gedir Rusiyaya, ki, cadu eləsin. Kişiləri qırılsın. Bu orada da ola bir dənə molla tapanmır. Bu oradakı rus qızları hardan tapır?
Alo. Görüşlük var. Milyon faiz. Rusiyyətdə bizim kişilər bir dənə qıza salam verməyə peşmandır. Alqaşı bombuşunu belə götürüb saxlayırlar. Cadu edirlər də. Geçsində onların evində vişnə soku olur. Nəsə olur da yəni. Bizimkilər də ləlön kimi nə verir alır ağzına. Buzqırtı getdi. Bizi yüzüzü verir da. Can, çox sağ ol. Alo. Alo. Bəli. Salam. Mən heç kim çata bilmədim. Nə barədə? Buyurun. Düz zəng eləmişəm, bilmirəm Ləman xanımdır. Lüt? Deyirəm düz zəng eləmişəm, bilmirəm Hə, Ləman hə, xanım. düz zəng eləmişsiniz. Axşamınız xeyir, necəsiz? Sağ olun, axşamınız xeyir. Bir şey soruşacaqdım, mən səhv alacaqdım. Hə, buyurun. Deməli, Papuqay saxlayırsınız? yox şey quşdur bu. Məhəbbət quşu var, türklərin. Nə quşudur ki? Məhəbbət quşu. Hə, de. Hə, deməli, elə bil mən bir qızla danışırdım. Bir 3 ay zad danışdıq. Sonra bu Brestli qayıtdı ki, bəs elə bil ki, fikirləşirəm də indi. Bəs bizim aramızda heç nə olmuyor, biz ancaq dost olmuşuq falan. Nəsə olmuşdu aranızda? Belə flörtləşmə falan olmuş da, yəni normal klasik. Sonra bu qayıtdı ki, yox, onun hamısını sən uydurmuşsan falan. Elə bir şey olmuyor. Nəyi öldürmüsən? Uydurmuşam. Hə, Səsim normal gəlir. hə. Hə. Məhəbbət quşu imkan verir ki, tük, hə. Allah mənə də imkan vermir. Asliyan da? Onu sakitləşdir. Hə. Qoy telefon aparım sizləyin də buna danışsın. Gözlə apardım yanına. Pendir Sizə aparan göyərtinə kimi yeyəcəm. səsini kəsdi. Sizə aparan kimi səsini kəsdi. Hə. Ara apardırsın məni. Telefon qoydum quşun yanına. Hə. Nəysə, sonra bu belə riski, belə kontaktı falan kəsdi. Ki, bəs yox da mən ancaq dost falan görmüşəm. Ay qardaş, bu məhəbbət quşunun quşu sənə qonub. Sən yanına gedən kimi sakitləşir, qısqanır səni. Allah qar. Qurcan. Ola bilər, ola bilər. Az imkan ver danışaq da. Qısacası uzatmayayım. Qıblan gözündə bəli. Hə. Sonra bu mənə qayıtdı ki, və yox da, yəni elə bir şey olmuyor. Tez falan. də evim dağılır, hə. Ev dağıldı, ayada. Yaxşı, bu deyirəm, qutarım, rəng partladı. Qısacası bir də mən eşidirəm ki, bəs bu falçı buna deyib ki, bəs yoxdur, sənin qismətin o deyil falan da. Bu sırf o falçıya görə belə eləyib, deyilər. Sən neçə yaşın var? 23. Alassan o qızı. Yox, Düz deyibdi, onu da falçı. oydu. Sənə qalan elə quş olacaq. Diyeri. Yeri sən elə quşa layiqsən. Falçı düz deyibdi, ay qardaş. Cici bu. Zamanın qızını doluyuruz, orada deyir ki, yox. Falçı düz deyibdi, onu da belə çıxır ki, qız ağıllı adamdır. 3 ay görüb ki, o deyil, vızqır deyib. Halaldır, başını işləyirsən səni. Sən qalan məhəbbət quşu olacaq. Uyuram. Ay. Uy. Kulağım aldı. Ne? Gözler, sizce bana böyle ne diyeyim mi? Cadudan qorunmaq üçün ceyran göbəyi. Allah bu boyda bizə göbək verib. Bundan qorunanmırıq. Nə cünə qalmışıqsa ceyran göbəyi, canavar dişi, ceyran göbəyi, avtandirin qaşı, atamın başı, kiş, pomidor qabığı, kartoşka. Qız vaxtı bir dəfə falçıya getmişəm. Mənə dedi bir dənə kartoşka al gətir. Bir dənə toyuq al gətir, soğan al gətir. Onu al gətir. Sən də mənə evinə produkt aldırılmış qaşqaldaq. Quran and olsun. Mən də sev.
19-20 yaşım var, nə bilim, tupoy kimi. Alıb hamısı yığıb aparmışam. Qıranın boş şeyler də az. Gizli şeylərə inanmayın. O arada TikTok'ta da paylaşırlar. Şamlar, sevgi şamı, alovlandırır, nə bilim, qılcıqlandırır, ərvizi bağlayır, sevgilinizi sizə ayağınıza nə bilim şam eləyir. Gedib elə şam satanlara baxırsan, hamısı yiyəsiz qadınlardır, ərsiz, zatsız. Elə bağlı